Salam değerli izləyicilərimiz, hər vaxtınız xeyir olsun. Sizlər üçün Binəqə səvəsində Mehriban qonşularda asfaltın demək olar tam olaraq üstündə. Değerli izləyicilərimiz, əlim yandı ilə bir evimizin təqdimatına gəlmişəm. Gördüyünüz kimi evimizin çölgə önüşüdür. Bax, evimiz belə deyək, 2 qardaşa tikilib. 2 dənə belə bir proyektdir değerli izləyicilərimiz. 2 dənə pilləkəni var evimizin, 4 bir yandan keçid var. Həyətində olan sanzel hamamı da var bu formada. Evimizdə yaşayış yoxdur deyənə bu formada. Değerli izləyicilərimiz, gördüğünüz kimi, yani padvalında ayaküstü gezmək olur. Evimizde su, ışık, gaz, internetinə qədər var. 2 dənə pilləkəni var, 2 qardaşa tikilib bu ev. Belə pilləkənlərdən qalxırıq. Böyle bir dəhliz qarşılayır bizi bu formada. Yani dəhliz demək olmaz buna, qonaq otağı için bir şeydi, geniş bir şeydi. Bu evi alıb 2 ailəyə kiraya da vermək olar. Burada belə bir qonaq otağı, burada sanzel hamam, burada mətbəx, burada ise değerli izləyicilərimiz, yani yataq otağı. Bu proyektdən eyni qaydada bir dənə də sol tərəfində var değerli izləyicilərimiz. Düz asfaltın üstünə də obyekti. Bu evi alıb 2 ailəyə kiraya da vermək olar rahatlıqla. Yəni 2 ailə üçün nəzərdə tutulur, tikilən evdir. 2 ailəyə də vermək olar kiraya. Yəni bunun ortasında belə deyək də proyektdə dəyişiklik eləyib. Bunu yani bir ailə də yaşaya bilər. Eyni qaydada, eyni proyekti bu formada. Bax, görebilirsiniz. Gördüğünüz kimi bu formada. Eyni qaydada həmin proyekt. Sadəcə burada təmir qalıb. Qiymət 70 min manata. Suyu, işığı, qazı hamısı var. Yaşayışı tam hazır vəziyyətdədir. Yaşayışlı evdir. Yəni sağ tərəfindəki olan o birisi proyektdə yaşayış olub. Burada da ki, bu ortadan koridordan açıb bu evi belə deyək də 5 otaq eləmək olar bunu.